Yerin deyirəm, onu özünüz oxuyarsınız biiznillah Teala. Deməli, salavat göndərək Peyğəmbərimizə. Deməli, Maidə surəsi 60-cı ayə. Hələ bu yetər. Maidə surəsi 60-a da baxsınız, orada görərsiniz ki, Allahın əmrinə asi olanın halı, vəziyyəti necə olur. Allaha and verirəm İzzət Cəlalına xatir, gələn günlərimizi xeyrə cala. Allaha and verirəm İzzət Cəlalına xatir, mömin-möminata Ramazan ayının feyz və bərəkətini nəsib eləsin. Məsciddə cəm olmuş mömin-möminatın qəlbində hacətlər var. Allah Teala hövlü qüvvəsi ilə onlara bu hacətləri bəxş eləsin. Allah Teala dünya və axirətimizi abad eləsin. Allah Teala dünyada və axirətdə bizlərə həsənə versin. Allah Teala şəhid ailələrinə səbr inayət eləsin. Şəhidlərimizə Allah Teala qəriq rəhmət eləsin. Əzizlər ki, dünyaların dəyişiblər, Allah Teala onları da qəriq rəhmət eləsin. Allah Teala ordumuzu, yurdumuzu hifz amanda saxlasın. Əskərlərimizi salim, qanim ailələrinə qovuştursun. Duaların qəbul müstəcab olması üçün əziz Peyğəmbərimizə salavat göndərin.